Əgər biz həmçinin vəzifəli şəxsin və siyasi elitanın əlaqələrini qiymətləndirsək, bu asılılıq və razılaşdırılmış fəaliyyət tərzi daha aydın olar. Buna görə də daxili səviyyədə fəaliyyət göstərən bu mexanizm ermənilərlə bağlı da işləmir və biz əslində beynəlxalq qurumlar şəklində başqa bir əvəzedici mexanizmə malik deyilik. Amma konsul səfərləri imkanımız var ki, bu da Beynəlxalq Qırmızı Xaç Komitəsinin səfərlərini qismən əvəz edə bilər. Bu, suveren dövlətlərə verilən bir imkandır. Bu məsələləri tənzimləyən Viyana konvensiyaları var və hər bir dövlət başqa bir dövlətdə azadlıqdan məhrum edilmiş öz vətəndaşı ilə görüşmək üçün suveren hüquqa malikdir. Səfərin məqsədi vəziyyəti qiymətləndirmək və onların hüquqlarının həyata keçirilməsinə dəstək göstərməkdir. Tibbi yardım, vəkil dəstəyi göstərilə bilər və hüquqların məhdudlaşdırılması qeydə alına bilər və diplomatik yolla vətəndaşın hüquqlarının pozulmasına yol verən dövlətə bildirilə bilər. Əlbəttə, bu institutun işə salınması üçün diplomatik münasibətlərin mövcudluğu vacibdir ki, bu da Ermənistan-Azərbaycan münasibətlərində yoxdur. Lakin elə hallar da var ki, diplomatik münasibətlər olmadıqda dövlət öz suveren hüququnu başqa bir neytral üçüncü ölkəyə həvalə edir. Azərbaycanda Ermənistan adından və Ermənistanın əvəzinə bu xidmətləri həyata keçirə biləcək digər akreditə olunmuş konsulluq xidmətləri var.